Növbəti UFC-də gözləntimiz nədir və neçə Azərbaycanlı döyüşçünü biz orada görə biləcəyik? Çox yaxşı bir haldır ki, UFC hər il Bakıdadır. İnanıram ki, bir nəfər, iki nəfərə ola bilər bir şans verilsin. Kim Amma məsələn? mənim fikrimcə 3-4 nəfər var kimə ki şans verilə bilər. Adlarını çəkməsən? Çəkə bilərəm əslində. İkisi mənim tələbələrimdir. Əli İskəndər Əliyevdir, Fərman Həsənovdur. Onların da böyük şansları var. Əlavə bu yaxınlarda Əli Quliyev budur. Yaxşı çıxış elədi. İnşallah ki biz nə deyə bilərik? Tahir Abdullayev da arzusunda var. perspektivlidir. Məhəmməd Əli Osmanlı indi tafta vuruşacaq. Alınsa, hər şey o uçsa, ola bilər ki, şans versinlər. Və yerli idmançılardan da əlavə xarici idmançılarımız da var, Azərbaycanlılardır, hansı ki, xaricdə yaşayır və ən öndə gedən biri Asəf Çopurovdur. Çox döyüş udur, çoxlu, böyük bir talantlı uşaqdır, əzmkar uşaqdır, yaxşı rəqiblər udur. İnanırıq ki, yaxın bir zamanda o da UFC-yə düşə biləcək. Başqa kimsə var yenə elə uşaqlardan? Düzdür, xaricdə ola bilər var, hansını ki, mən tanımıram və indi ağlıma gəlmir, amma ən öndə gedən Asəf Çopurov. Hamısına da uğurlar var. Var, qıraqda olan idmançılarımız var, misal üçün Tariyel var, sonra sizə deyim, Asəf Çopurovun özüdür. Başqa idmançılar var, misal üçün ACA-də vuruşurlar, başqa təşkilatlarda vuruşurlar. Amma mən düşünürəm ki, bugünkü də real namizədlərdən biri də doğrudan da Asəf Çopurovdur. Həm münasibətimiz olduğuna görə demirəm, həm də ki, tərbiyəli, qanacaqlı, böyük, kiçik yerin bilən, həm də ki, necə deyim, idmançı kimi formalaşmış idmançıdır.